who will present on etymology of the word ayna and gözgü. Esselamu Aleyküm, hürmetli ustazlar, sevgili öğrenciler, hemmenize sevgilerimi, saygılarımı sunar. Benim mevzum ayna ve gözlük kelimesinin etimolojisi. Bu ayna sözüyle ilgili herkesten sorarsa aynanın farsça bölgənini aytadi da alimlər içidə. Biz burada şunday olmayanını basqıç düşündürərik. Evet. Aynek sözüdən başlayırıq. Aynek sözü. Aynek sözü də ayn sözü Ərəbcə ildizdən gelip çıkan, yani aynek sözünün ildizi ayn sözü, Arapçada göz demektir. Bırak bu kelime aynek sözü klasik Arapçada hüccetleştirilmegen, belgelenmemiştir, mevcut emez. Çünkü Arapçada ek koşumçası söz yasalçı koşumça mevcut emez. Yani aynek şəkli Ərəbcə ildizdən gəlib çıxan, amma türkləşiş cərəyanı da Türkçəyə xas bolğan ünümlü ek koşumçası algən bölüşü mümkün. Yani Farsçada həm atdan at yasalçı nisbət oxşaşlik koşumçası sıfatında işlətilərkən bu koşumça əslində Türkçə ak koşumçasıdan alıngan və o koşumçaya oxşaşlik göstərər. Burada Farsçadakı ak koşumçasına qarayırıq. Farsçada ak koşumçası fiildən at yasaydı. Mən zaman bulmagan üçün bir iki örnek verəmən. Mesela huşaq, xuraq. Ek koşumçası var, fiildən at yasaydı. Qəltək, mətərsək gibi. Ek koşumçası atdan at yasaydı. Rəviş sifəti də, kəsərlik mənası da, kiçrəytiriş mənası da, mesela pesərək, doktorək. Nisbət oxşaşlik mənası da, mesela eynək, çəngək. Türkçəyə qarayırıq. Türkçədəki ak koşumçası fiildən at yasaydı, döşək, boyaq gibi. Atdan oxşaşlik ifadələrici at yasaydı, solaq, qoçaq gibi. Atdan oxşaşlik, kiçrəytiriş və erkələş ifadələrici at yasaydı. Örnəklərini verdim. İşte demek bu koşumça hem Farsçada var hem Türkçede var. Ama Türkçe aglutinatif yani koşumçalı, eklemeli dil bolğanı üçün bu koşumçanın Türkçeden çekimli dil olan yani flektiv dil bolğan Farsçaga ötken boluşu ihtimali yukarıdır. Şimdi Farsçada ayna mənası da işlətilərkən aynə, ayinə və ya ayinə sözləri də aslında bunun ildizidə də Ərəbcə ayn sözü, yəni Ərəbcə
Ayn sözüdən təsirlənən, bıraq farsça söz yasaucu koşumçeler bilen hasıl kılıngan bir örnektir. Farsçada da dediğim gibi Farsçada hem bu koşumçanın Türkçeden təsirləngenliğini oylayımız, təxmin etəmiz. Şimdi buradan qaraysız aynı sözü Farsçada eynək oldu, yani aynek sonra eynək oldu, köz aynek demek. Ayından aynek, ek koşumçası bilen. Altında ayn, aynek, sonra K'nin düşürülmesi bilen, düşürülüşü bilen ayna, ayna veya ayine oldu. Farkı ne? Ayın orada Farsçada elifle yazılganı için. Elifle yazılgan aslında. Farkı şu. Halbuki işte o aynı sözünden gelip çıkan. Türkçede de bakın aşağıda göremiz göz aşağı Türkçede gözlük olardı. Şuradaki lük koşumçası nisbət oxşaşlıq koşumçası. Lük koşumçası nisbət oxşaşlıq koşumçası ve közden közlük oldu. Doğru mu? O zaman közaynek mənası da bolganını biz burada mənasını bildirədi. Çünkü lük koşumçası nisbət oxşaşlıq koşumçası. Onun için gözlük közaynek mənasını bildirədi. Aynı şekilde bak yukarıda da aynek oldu. Yani ayn da göz mənasında ek koşumçası. Buradaki ek koşumçası da oxşaşlıq, nisbət oxşaşlıq koşumçası bolganı için aynek de közaynek mənasını bildirdi. Düşündür aldın mı? Demek ve burada dikkat ederseniz lük ve ek koşumçası, ikisi nisbət oxşaşlıq koşumçası dedik ki, ikisi de aslında çok oxşaşlıq gösterdi. Bu koşumçalar da oxşaşlıq gösterdi. Yani lük koşumçasının ildizi de aslında ek koşumçası yatardı. Yani lü artı ek koşumçası. Lük koşumçası, lü artı ek koşumçası. Şunu. Demek koşumça burada Özbek Türkçesinde közaynek için 3 kelime var. Közaynek, aynek, ayna. Doğru mu? 3 kelime var. Közaynek, aynek, ayna. Bunlar işletirken bu yerde ayna sözü cüda mühüm ve yol göstərici. Ayna sözü. Çünkü hiçbir Türk lehçelerinde ayna sözü yok. Közaynek manası da. Ayna sözü sadece Özbekçe'de var. Ki o ayna da aynak sözünün dedim ki K'nin düşürülmesiyle düşürülüşü bilen ayna sözü hasıl kılıngan. Aşağıda göreyimiz ayn sözü aynak, köz aynak demek Özbekçe'de yani aynak, köz aynak, K'nin düşürülüşü bilen aynak, köz aynak. Şimdi bak Türk lehçelerinde köreysiz Kazak'ta var mesela ki hemmesinde köz aynak şekli var ve közlük şekli var. Ayna sadece Özbekçe'de var. Bakın Kazak'ta köz aynak, köz ildirik, Kırgız'da köz aynak, Malkar'da küzlük, Tatar küzlük, Özbek'te köz aynak, aynak. Yani Uygur'da köz aynak, Türkmen'de aynik, Azerbaycan Türkçesinde eynek gözlük, Türkiye Türkçesinde gözlük. Gördünüz mü? Şimdi kelerlik ayna manasındaki kelimeye. Ayna manasındaki kelimeye kelerlik. Ayna manası için Özbekçe'de 3 kelime var gene. Ayna manası için. Kozgu, aynak, ayna. Gördünüz mü? Burada da aynek sözü cüda mühüm, aynek sözü. Hiçbir Türk lehçelerinin hiçbirinde ayna manasında aynek sözü yok. Sadece Özbekçe'de ve Kırgızca'da var. Kırgızca'da aynek sözü var. Bu da cüda mühüm, yol göstərici. Aslında, bakın şimdi burada göremiz aynı sözü aynek böldü, ayna manasında. Doğru mu? Şurada göremiz.
Şu lazer olsaydı, lazerle göstere alardım da. Lazer var mı? Yani şurada ayn, lazer, ayn, aynek, ayna mənasında. Aşağısında bak ayn, aynek, K'nin düşmesiyle aynek oldu. Gene ayna mənasında. Fakat bu ayın, ayınla yazılardı. Gördünüz mü? Ayınla yazılardı. Arapça ayınla. Əslində ayın bilən yazılışı kərək bolğan bu söz, Farsçada əlif bilən yazılgəc, bu söz başqa mənbələrdən gəlib çıxqan degən fikir peyda olmuş bolğan. Və dəyərli bəlkə tilşünaslar yanlış xülasəyə qoyğanlar. Bütün yəni dilçiləri yanılğıya düşürmüş. Sanki aynanın, Farsçadakı aynanın başqa bir kaynaqdan, mənbədən gəldiyi düşüncəsi peyda bolğan. İndi bir də məsələ qaldı. Aynə bilən közün əlaqəsi varmı? Bu məsələ qaldı. Aynə bilən közün semantik bağlılık var mı arasında? Var. Bunun bağlılıklığını, əslində bunun cavabını Türk ləhcələrinin kökçülüğüdə işlətilə və aynə mənasını bildirici közgü və gözgüdə görəmiz. Bax, göz, gözgü, aynə mənasında. Demək, gözlə aynənin irtibatını gördük. Burada bakın, mesela Divan Lüğat-ı Türk'te ayna mənasında közüngü geçer. Közüngü. Gördünüz mü? Közüngü. Divan Lüğat-ı Türk'te közünmek fiili de var. Közünmek. Şimdi bunun közüngünün etimolojisini açıklamak için 3 de ihtimal var. Birinci ihtimal, közden bevasıta közüngü bolğan, karangu gibi. Köz isminden közüngü. İkinci ihtimal, közden közemek fiili, sonra közəgü. Közəgü, bolğan közəgü, yəni əgü qoşumcası bilən, közəgü. Ne sonradan ikilemci bir səs, ikilemci bir tavuş, közəngü olmuş və ya beyvasıta közünmək feilidən közüngü. Gördünüz mü? Bu son sayfa. Evet, burada gördüğünüz o şeyde gü koşumçasını gördünüz. Eski Türkçeden beri, kadimki Türkçeden beri kullanılan, onu ben geçemem. Agu, əgü koşumçasını gördünüz. Eski Türkçeden beri, kadimki Türkçeden beri kullanılan bu koşumça ve ak koşumçasını gördünüz. Onun örnekleri var. Eski Türkçeden beri kullanılan ve büyük ihtimalle bu ak koşumçası agu, əgü əkindən ek bolğan. Əgü əkindən ek bolğan. Çünkü orada bildin mi? Yani agu, əgü koşumçası aslında ak, ek bolğan. En yakını bu. Demek görünüp durupdu ki bu yukarıdaki etimolojik izahlarının qaysı biri doğru deyib qəbul qılınışıdan qəti nəzər, aynə düşüncəsi məna cihətindən köz və körünmək düşüncəsi bilən bağlangan. Doğru mu? Bu məntiqli başqa dillərdə həm əslində uçşətiş mümkün, tapış mümkün. Mesela Ərəbcədə aynə mirat, Ərəbcə mirat. Bu sözün ildizi de rəy sözü. Rəy sözü körmək mənasında. Çünkü aldın mı? Yani Ərəbcədə rəy sözü ve mirat sözü ikisi de bir ildizden. İldizi bir xil, aynı. Mirat sözü rəy sözündən gəlib çıxan. Rəy sözü de körmək deməkdir. Yani bu demək ki, bu məntiqi başqa şeylərdə də dillerde de görüş mümkün. Tarihi cihetten de şimdi şunu sonra alışınız mümkün. Közgü veya gözgü mü daha eski, aynak mı daha eski? Aslında tarihi cihetten közgü daha eski. Tarihi metinlere qaraganimizdə közgünün daha eski olduğunu görəmiz. Yani demek ki aynak ve ayna sözünün gözgü modelige tərəf yasarganını burada görəmiz. Yani göz kısmı örnəgə Ərəbcədəki əyn koyulgan, göz kısmı yerine Ərəbcədəki əyn koyulgan, ayn yani ay ve gü veya əgü işte o kayırdan gelip çıqqanıdan qəti nəzər, işte bu etimolojisinin izahlarını verdik. Ondan bağımsız olarak gü veya əgü daha büyük ihtimalle əgü. Gü veya əgü koşumçası yerine de ek koşumçası keltirilgan. Gördünüz mü? Yani demek aynek sözü gözgü modelige tərəf
yəsərgənini görəmiz. Və ləhcələrdə görəmiz, ləhcələrdə, türk ləhcələrində tarixi və müasir türk ləhcələrində həm közgünü görəmiz, həm aynəni görəmiz. Aynək dedim ki, çox mühüm. Aynək aslında ötüş formu, yəni aynək sonra aynə olganda bu aynək şəklini sadəcə Qırğız və Özbəkdə görəmiz. Bu da çox mühüm. Şimdi bakın, mesela deyilik Hakas Türkçəsində köründeş, közəngə, Tuva Türkçəsində körüncük, Altay Türkçəsində körüngüş, küskü, közgüyə bənzər də bunlar. Kazak'ta ayna. Gördünüz mü? Kazak Türkçəsində ayna. Kırgız'da hem aynek var, hem küzgü. Malkar Türkçəsində küzgü, Tatar Türkçəsində közge, Başkur Türkçəsində közgü. Özbekçe çok mühüm gene de. Özbekçe'de hem kozgu var, hem ayna var, hem aynek var. Yeni Uygur'da ayna, Türkmen'de ayna, Azerbaycan Türkçəsində ayna güzgü, Türkiye Türkçəsində ayna gözgü. Yani bu aynek sözünün lehçelerde de ayna yani ayna mənası da əks etdiyini görəmiz. Etibarınız üçün təşəkkür edirəm. Sağ olun.